Hazreti Resulullah sallallahu aleyhi ve sellem buyurur ki, her bir dinin öz əxlaqı var, əxlaqı dəyərləri var veya təbliğ etdiği əxlaq var. İslamın əxlaqı isə həyadır. Həya hərfi mənada utanmaq, ehtişam, müəyyən qəbahətli işlərdən çəkinmək. Həya insanın daxilində olan əxlaqi bir keyfiyyətdir. Əgər bu keyfiyyət mələkə səviyyəsinə gəlib çatarsa, mələkə yəni sabit xüsusiyyət, dəyişməyən xüsusiyyət. Çünki insanın sahib olduğu xüsusiyyətlər, xarakterlər 3 mərhələ keçir. Birinci mərhələdə hal mərhələsidir. Gəlib gedir, müəyyən şəraitlərdə, müəyyən zərfiyyətdə görürsən ki, bu hal insanda baş verir, biruzə verir özün. Sonra gəlir, sabitləşir. İnsan o halı özündə saxladıqca, o halı bazalaşdırdıqca insanda həmin xüsusiyyət sabitləşir və mələkə xüsusiyyətini alır ki, sabit bir xüsusiyyət alır. Üçüncü mərhələ ittihad mərhələsidir ki, insan həmin dəyərin özünə çevrilir. Həya o xüsusiyyətdir ki, əgər həya insanda sabit xüsusiyyət olsa, insan qəbahətli işlərdən, çirkin əməllərdən bu xüsusiyyət onu çəkindirər. Ədəb və ərkan qaydalarına müxalif olan məsələlərdən, insanların qınağına səbəb olacaq işlərdən uzaq durar, həya eləyər, utanar və çəkinər. Qurani Kərimdə həya kəlməsi həya söz olaraq keçməmişdir. Amma həya kəlməsinin ərəb dilində buna müştəqqat deyirlər. Yəni həya kəlməsindən düzəlmə sözlər Qurani Kərimdə işlədilmişdir. Ki, həmin məsələn kəlmədən biri istihya kəlməsidir ki, bu da utanmaq mənasını verir. Bu kəlmə Qəsəs surəsi 25-ci ayədə keçibidir. Həzrəti Musa əleyhissalamın əhvalatıdır. Hədislərimizdə buyurur ki, Həzrəti Şüeyb əleyhissalam deyir, o qədər Allaha olan şövqdən dolayı ağladı ki, gözləri deyir tutuldu. Allah Teala Həzrəti Şüeybin gözlərinə şifa verdi. Yenə Həzrəti Şüeyb əleyhissalam Allaha şövqdən dolayı yenə ağladı. İkinci dəfə də gözləri tutuldu, yenə Allah şifa verdi. Üçüncü dəfə gözləri tutulanda Allah Həzrəti Şüeybin gözlərinə şifa verib vəhy etdi ki, ey Şüeyb, nə istəyirsən? Əgər cəhənnəm qorxusundan ağlayırsan, cəhənnəmi sənə haram etdim. Əgər cənnətdən ötürü ağlayırsan, cənnəti sənə mübah etdim. Həzrət Şüeyb dedi ki, ilahi, sənə olan şövqdən dolayıdır bu. Ağlamağım sənə olan şövqdən dolayıdır, bu hicrandan dolayıdır, vüsal üçün ağlayıram. İkinci həya sözü ki, məna olaraq Qurani Kərimdə keçib, Bəqərə surəsi 26-cı ayədədir. Allah Teala bir məsəl çəkir, buyurur. Allah bir ağca qanadı və ya ondan üstün olan birini məsəl çəkməkdə həya etməz. Digər bir ayədə də Allah Teala həyanı yenə özünə nisbət verib. Əhzab surəsi 53-cü ayədə Allah haqdan həya etməz. Təbii ki, həya Allaha nisbət veriləndə məqsəd burada deyil ki, Allah nədənsə utanır və ya nədənsə çəkinir. Allah Teala bu cür məsələlərdən münəzzəhdir, pakdır və ucadır. Allah Teala'nın varlığı təsir götürməz, təsirlənməz. Çünki təsirlənən, təsir götürən bir varlıq məxluq olar artıq. Hər bir şey qüdrət çatan bir varlıq olmaz, aciz bir varlıq olar. Bu sözlər ki, Allaha nisbət verilir. Burada məqsəd Allahın münəzzəh olmasıdır və Allah üçün eyib tutulmaz mənasındadır. Allah üçün bir ağca qanadı məsəl çəkməsi eyib tutulmaz ki, Allah bu məsələdən böyük bir həqiqəti bizə izah etmək istəyir, bəyan etmək istəyir. Və ya Allah Teala haqqı söyləməkdə çəkinməz. Bu haqqı söyləmək Allah üçün bir eyib deyil. Allah münəzzəhdir bu cür xüsusiyyətlərdən.